Əbu-Dabi görüşündən sonra sülh məsələsinin müzakirə edilməsi kontekstində Ermənistanın Ədliyyə Naziri yeni konstitusiyanın mətninin yaxın 6 ayda hazır olacağı ilə bağlı açıqlama verib. Bunu indi biz müzakirə edəcəyik. Hazırda orta gündə birbaşa bağlantıda politoloq İlyas Hüseynovdur. Salam İlyas müəllim, xoş gördük sizi. Salam, xoş gördük. İlyas müəllim, Ermənistanın Ədliyyə Nazirinin sözlərinə görə konstitusiya mətninin üzərində işlər martda belə deyək ki, planlaşdırılır. Necə düşünürsünüz? Azərbaycanın qeyd etdiyi müddəalar sənəddən çıxarılacaqmı? Çünki biz alışmışıq Ermənistanın manipulyasiyalarına. Yəni, vaxt yetişəndə onlar sözlərinin üzərində dayanacaqlarmı? Minnətdaram sualınıza görə. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində pozitiv dinamika hiss olunmaqdadır və elə ötən ilin 8 avqustunda Vaşinqtonda Ağ Evdə paraflanan sülh razılaşması və ondan sonraki addımlar və etimad quruculuğuna baxanda söyləmək olar ki, proses istədiyimiz məcrada davam edir. Çünki biz vətəndaş cəmiyyəti üzvlərinin Bakı və İrəvanda görüşlərini gördük. Taxıl tranziti Azərbaycan və Gürcüstan üzərindən həyata keçirildi və eyni zamanda strateji əhəmiyyət kəsb edən neft məhsullarının tədarükü də düşünürəm ki, sülh prosesinə nəinki töhfə verir, hətta biz bu ardıcıllığa və dinamikaya baxanda deyə bilərik ki, ümumi Cənubi Qafqazda bir əməkdaşlıq modeli qurulur. Bu da əlbəttə ki, sevindirici haldır. Eyni zamanda Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün öz niyyəti, tələbi və baxışı mövcuddur. Bu da əlbəttə ki, Ermənistan konstitusiyasında Azərbaycanın mədəni bütövlüyünə qarşı olan yanaşmaların, müddəaların, preambulanın dəyişməsi ilə bağlıdır. Ermənistan tərəfinin bəyan etdiyi vaxt kəsi ilə biz əgər analiz etsək, deyə bilərik ki, Ermənistanda bu ilin iyununda parlament seçkiləri keçiriləcək və hazırki hökumətdə ehtimal elektorat tərəfindən göstərilərsə, sonraki prosesdə 6 ay bəyan olunduğu vaxt çərçivəsində konstitusiyanın mətni bəyan olunacaq və eyni zamanda referendumu keçirilməsi də aktuallaşacaq. Və burada da bir sıra çərçivələr, məhdudiyətlər, hüquqi mexanizmlər vardır. Çünki referendumda da yetərli elektorat iştirak etməlidir. Yəni, bu çox uzun sürən hüquqi bir prosesdir, hüquqi çərçivədir və əlbəttə bizim niyyətimiz və sülhün baxışımız kontekstində bütün proseslər inkişaf edəcək. Bir günə deyilərik ki, bu da bir şurada olmaqla artıq birbaşa bir konstruktiv məcrada inkişaf edir. Məsələn, 8 avqust görüşünün öncə də elə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində birbaşa dialoq baş tutdu, təmas keçirildi və nümayəndələrin görüşü oldu. Sanki artıq əldə olunmuş nəticələr 8 avqustdan sonraki prosesdə burada qoyduğumuz ümumi prosesin həm qiymətləndirilməsi gedir, həm də gələcək üçün müəyyən formalaşır. Çünki artıq iqtisadi gündəlik bir formalaşmışdır və burada Türk marşrutu ümumi siyasi müvazinələrin, ekstremli korporasiyanın həm də önəmli bir tərkib hissəsinə çevrilir. İndi burada Amerika Birləşmiş Ştatlarının investisiyası, gençli təhlükəsizlik, bir də manipulyasiya digər bu kimi məsələlər düşünürəm ki, masaya yatırılır və hər iki ölkənin sülh şurasına üzv olması, ümumi dünyada gedən qlobal transformasiyaların İrəvanın buna pozitiv yanaşması da əlbəttə ki, həm də sülh trekində dəyərləndirilməlidir. Son olaraq bir məsələdə istəyərəm soruşum sizdən. Ümumiyyətlə, konstitusiyanın dəyişdirilməsi üçün Ermənistan niyə seçkiləri gözləyir? Bu maraqlı sualdır. Çünki burada ardıcıllığın qorunması və yaxud hansısa məsələnin daha prioritetə çəkilməsi
yanaşması mövcuddur. Bu əlbəttə Ermənistan hökumətinin baş naziri Nikol Paşinyanı və onun komandasının seçimidir. Burada dəyişikliklər etmək ehtimalı da mövcuddur, amma belə əvvəldən belə bəyan olunmuşdu ki, mövcud hakimiyyətin ümumi siyasi gəlişmələrə baxışı bundan ibarətdir ki, əvvəlcə seçkilər, sonra konstitusiya dəyişiklikləri ilə bağlı referendum və ondan sonra artıq sülhün formalaşması üçün yekun addımların atılması gözlənilir. Hələ ki, əlbəttə burada prosesin çərçivəsi bundan ibarətdir. Amma sizin də dediyiniz kimi burada korrektələr, dəyişikliklər, danışıqlar əsnasında yeniliklərin olması da istisna edilir. Aydındır. Çox sağ olun, təşəkkür edirəm sizə. Mən təşəkkür ederim. Qeyd edək ki, bizimlə birbaşa bağlantıda politoloq İlyas Hüseynov idi və biz Ermənistanın Ədliyyə Nazirinin bəyan etdiyi kimi Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı məsələni müzakirə etdik.